Yaxşı, bismillah. İnnelhamdülillahi nehmeduhu ve nesta'inuhu ve nestağfiruh. Ve na'udhu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Sallallahu aleyhi ve alihi ve sahbihi ve selleme teslimen kethira ama ba'd. Feusikum bi takvallah. Fe inneha zadun qable'r rahil. وظل عند المقيل بها تسكن النفس فلا تضل ولا تميل ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli müsəlmanlar, əziz qardaşlar, ilkin öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, tövsiyəsidir. Deyir ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və təqva da səfərə çıxanların ən xeyirli azüqəsidir. Və bu dünya da səfərdir. Ona görə təqva kölgədir, sığınacaq axtaranlar üçün. Nəfslərin paklığıdır, azmaqdan, doğru yoldan meyl etməkdən qoruyandır. Ona görə tövsiyə edilib daima. Allah Taala tövsiyə edib peyğəmbərlərə, insanlara, Muhammed peyğəmbərə, Peyğəmbər s.ə.v tövsiyə edib səhabələrinə və ümumən ümmətə. Və bu ay özü də hansı ki getdi artıq və geridə qaldı o mübarək günlər. O özü də təqva ayı idi. Və getməli idi ay. Və nə getdisə ömürdən getdi. Və sözsüz ki, əgər baxsaq görərik ki, zamandan, vaxtdan ən tez keçib gedən ömürdür. Nə qədər uzun olsa da. Və zaman üçün ən yaxın olan tez gedən bu ömürdür. Həm yaxındır, həm tez gedəndir və getdisə qayıtmır, sərtdir, heç kim üçün keçmir, bağışlamır, geri gəlmir və getməyi də buludların gedişi kimidir. Sürətlə, günləri bir-birinin ardınca bükərək, gecələri bükərək, keçib gedir və bu da Allahın nizamıdır. Edib ki, gecə gündüzü qabaqlamaq istəyir, gündüz gecəni bir-birini tələb edə, axtara, zamanı ötürə keçib gedir. Və çünki Allah Taala belə təqdir edib, istəyib ki, hər şeyin sonu olsun. Ona görə nə var bu dünyada? Hamısı fanidir. Umumən nə xəlq edib Allah Taala, hamısı fanidir. Yalnız o nemətlər ki, onları əbədi olaraq qalmasını istəyib, onlardan başqa. O nemətlər əbədidir. Ondan başqa nə varsa sonu var, yox olacaq və bu ayda onlardan biridir. Dünən baxmayaraq, sevinirdik onun gəlişinə, dilimiz şükür edirdi, sevinirdi Ramazan ayının başlamasına. Və bugün isə həmin ay artıq bitib. O an hansı ki sevinc anları idi, bərəkət anı idi, xeyrin bol olduğu bir mövsüm idi, sürətli külə kimi keçib gedib. Sanki gedişində heç olmayıb. Gedişini görürsən elə bir şey heç olmayıb bu ay. Və bugün əgər boğazda quruluq yaranırsa onun gedişinə, boğazda nəsə düyün yaranırsa, düyün hiss edirsənsə onun gedişinə və göz yaşı hiss edənlər onun gedişinə, ona görə deyil ki, o ay bir daha olmayacaq, yox. Ona görədir ki, insan sevdiyi bir şeydən ayrılanda həmişə kədərlənir. Bu Allahın qoyduğu nizamdır.
və qəlb dərk edir ki, itirdiyi əzəmətli bir şeydir. Ayrıldığı əzəmətli bir şeydir və istəsə də saxlaya bilməz onu. Mümkün deyil, ayrılmalıdır. Bəli, mübarək ayıdır, yaşadıq o ayı sakitliklə, rahatlıqla, möminlərin nəfsləri o ayda yüksəldi, orucları ilə, namazları ilə, Allahın kitabını oxumaqla, Allahla ünsiyyət qurmaqla, Allaha yaxın olmaqla, o dərəcədə ki, hamı bəlkə də arzulayardı ki, ilin hamısı Ramazan olsun. Lakin mümkün olan bir şey deyil. Çünki Ramazan ayı Allahın rəhmətidir. Onu bir ay edib və verib bəndələrinə sırf onları bağışlamaq üçün, başqa bir şey üçün yox. Ona görə sələflər bu ay gələndə və ya bu ay gedəndə, həm gələndə də, həm gedəndə də onlar üçün bu ay nəsə bir yeniliyi gətirmirdi və ya nəsə bir yeniliyi aparmırdı, yox. Onlar üçün bu ay ibadətləri artırmaqdan başqa bir şey olmayıb. Çünki o ayda edilən ibadətlər sələflərin həyatında il boyu olub. Bu oruc hansı ki tutduq bu ayda biz bir ay hərisli olaraq, əzmkarlıqla qoruyaraq orucu. Onlar onu Ramazandan qabaq da tuturdular. O ibadətlər hansı ki dururduq hər gecə şən namazından sonra yerinə yetirildiyi cəmaatla tək. Onlar onu Ramazandan əvvəl də sonra da edirdilər. Bu ay onlar üçün bir artım idi sadəcə, əməlləri artırmaq. Və Allah Teala dedi ki, rəhmətindən onu bir ay eləyib, çox eləməyib. Və bir ayın içində də ancaq gündüzləri əmr edib onun orucu tutulsun, gecələri yox, dalbadal etməyib. Ona görə o gecələr hansı ki mübarək idi, insanları təmizləməkdən, pak etməkdən ibarət idi. Ona görə gəlmişdi. Onları təmizləsin, paçlaşdırsın. Onlar üçün heç olmasa bu ayda da olsa dünyanın kədərini, acizliyini aradan qaldırsın. O gecələr hansı ki Quran gecələri idi və nə bilirsən, nədir Quran? Çoxları heç bilmir. Quran deyəndə həqiqətdə nə qəsd olunur? Elə bilir ki, o kitab ancaq hansısa mərasimlərdə yada düşməlidir və ya kiminsə həyat yolunu tənzimləmək üçün açılıb baxılmalıdır. Yox. O Allahın kəlamı idi, bu ayda nazil olmuşdu. Onda bizdən əvvəlkilərin xəbəri var və bizdən sonrakıların da xəbəri var. Və bizim öz aramızda olanların hökmü var. Haqdır, hansı ki zarafat deyil. Və kim onu təkəbbürlükdən tərk edərsə, sözsüz ki, Allah Teala həmin insanı sındırar, rəzil edər, zəlil edər. Kim ondan qeyrisində izzət axtararsa, zəlillikdən başqa bir şey tapmaz. Bu kitab oxundu bu ayda. Oxundu, doyunca oxundu, tilavət edildi. Cəmaatla, tək olaraq, fərdi şəkildə. Bu mübarək ayda onun ayələri qulaqlarda idi, insanlar eşidirdilər, dərk etməyə çalışırdılar. Çünki onda ibrətlər var idi, moizələr var idi. Və baxan da görər ki, orada Allah Teala nə çox xəbərlər bizə xəbər verib. Oxuyan bilir ki, orada yerin, göyün, xəlqi haqda Allah Teala danışıb, cənnət əhlinin əhvalını vurğulayıb, onların cənnətə girməsini, necə girməsini, cəhənnəm əhlinin əhvalını vurğulayıb və cəhənnəmə necə düşməsini. Və düşünənlər görüb ki, orada bizdən əvvəlki ümmətlərin başına nə gəlibsə Allah Teala hikayə edib bizə. Deyib, nə baş verib onlara, nə mükafata layiq olublar, hansı cəzaya məhkum olublar. Dünya və axirət istəyən üçün nə mükafat hazırlayıb Allah Teala, asilər üçün nə cəza hazırlayıb. Hamısı bu ayın bərəkətindəndir və o kitabın bu ayda nazil olması özü böyük bir şərəfdir. Lakin bu ay yenə də gedib, yoxdur artıq. O ağac ki,
mübarək bir ağac idi. O Ramazan ağacı yarpaqları hamısı tökülüb artıq. Yəni, heç nə qalmayıb. Və kim bu zaman axarında, bu ayda nəsə naqislik edibsə, bu ibadətlərdən nədəsə naqislik edibsə, bilsin ki, ondan daha əzəmətli naqislik, əgər insan qalan ömründə o etdiyi naqisliklərdə israr etsə, o da onun üçün müsibət. Ömrünün qalan hissəsində də günahlara qapılarsa, günahlarda, boş əyləncələrdə həyatını tələf edərsə, o da əsl xəsarət onun üçün. Ona görə Ramazan bitib, sual qalıb verəsən özüvə. Və sual o deyil ki, Ramazan nə vaxt gələcək bir də, yox. Ramazan gələcək sözsüz. Allah Taala'nın qoyduğu təqdirdir. Ramazan qiyamətə qədər Ramazan olacaq. Lakin sir odur ki, sən o Ramazana çatacaqsan, yoxsa yox. Və sual odur ki, sən bu Ramazanda, keçib gedən Ramazanda hansı insanlardandın? Hansılardan oldun? Özünə zülm edənlərdən, ya orta yolda olanlardan və yaxud da Allahın izni ilə xeyirdə yarışanlardan. Ona görə kim bu Ramazanda ibrət götürmədisə, sual versin ki, nə vaxt ibrət götürəcək, nə vaxt fürsət olacaq bir daha ibrət götürsün. Əgər bu Ramazanda, bu mədrəsədə nəfsinə sual versin ki, bu mədrəsədə düzəlmədisə, hansı mədrəsədə, hansı məktəbdə düzələcək? Bu Ramazan ona öyrətmədisə səxavəti, nə vaxt səxavəti öyrənəcək? Bəli, mübarək ay idi, lakin getdi və şahid olacaq. Şahid olacaq ya sənin lehinə, ya da ki, əleyhinə. Ona görə düşün ki, nə edəcəksən? Çünki sabah soruşulacaqsan və sabah görəcəksən, nə etmisən, nə etməmsən. Necə ki, Rəbbin deyir, ən təqulə nəfsun ya həsrətənə, ya həsrətə ələ mə fərrattu fi cəmbilləh. Nəfs sabah deməsin ki, vay olsun mənə Allah yanında necə səhlənkarlıq etdim. Və in kuntu ləminəs səxirin. Mən ələ salanlardan idim. Onlardan olmaq istəmirsənsə, bu ay sənə dərs olmalı idi, mədrəsə olmalı idi. Ona görə bax, nə edəcəksən? Əgər itirmisənsə Ramazanı, istifadə etməmsənsə və sabah edərəm, o biri gün edərəm deyə qəflətdə olub, Ramazanın necə gəlib getdiyinə fikir verməmsənsə, tövbəyə üst tutmamısansa, tövbə etməmsənsə, Allaha dönməmsənsə, onda həqiqətən bay halı var. Və bəs edir ki, biləsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu aydan istifadə etməyəni Cəbrailin duası ilə təhdid edir. Səhabələr görür ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qalxır minbərə və eşidirlər əmin deməyini və təəccüblü gəlir onlara. Həqiqətən də təəccüblü gəlir. Əmin deyir, lakin dua edəni görmürlər. Və deyirlər, ya Rasulullah, nəyə əmin deyirsən? Deyir ki, Cəbrail gəldi, dedi ki, burnu üstündə sürünsün. O kəs ki, Ramazan ayı daxil oldu, çıxdı, o bağışlanmadı. Və bəzi rəvayətlərdə deyir ki, Allah Taala onu cəhənnəmdə uzaqlaşdırsın. Ramazan ayı girdi, çıxdı, o bağışlanmadı. Halbuki Peyğəmbər s.ə.v-in bu hədisi əzəmətlidir. Deməsi ki, kim Ramazana çatdı, lakin o bağışlanmadı, burnu üstə sürünsün. Bu nə deməkdir? Bu deməkdir ki, Ramazan ayının mücərrəd daxil olması və kiminsə Ramazana çatması bəs edir ki, onun üçün cənnəti qazanmaq üçün səbəblər asanlaşdırılıb. Əgər çatıbsa Ramazana, əslində deyilməli ki, o bağışlanıb. Niyə? Çünki Peyğəmbər s.ə.v heç bir şərt qoymadı o sözü deyəndə. Dedi ki, kim Ramazana çatarsa, bağışlanmazsa, demədi Ramazanda bunu edərsə, bu əməlləri edərsə, sadəcə kifayətdən dedi ki, kim Ramazana çatarsın. Bu deməkdir ki,
Ramazanda olan bağışlanmaq üçün səbəblər olduqca çoxdur. Ona görə bəzi ibadətlər xüsusiləşdirilib. Deyəndə ki, kim Ramazanın orucunu imanla, savabını Allahdan umaraq keçirərsə, kim Ramazanın ibadətini, yəni namazları, savabını Allahdan umaraq imanla yerinə yetirərsə, kim Qədir gecəsini imanla, savabını Allahdan umaraq keçirərsə, nədir hamısının axırında? Onun keçmiş günahları bağışlanar. Xüsusiləşdirib bu ibadətləri. Baxmayaraq o bir aylarda da var. Nə üçün? Deyiblər ki, alimlər, çünki Ramazan özü səbəbdir bağışlanmaq üçün və doludur səbəblərlə insan bağışlansın deyə. Bəs edir ki, iki şeydən tutunsun Ramazanda. İman etsin ki, Allah Teala fərz edib onu və savabı yalnız Allah Teala'dan olsun. Bəs edir ki, keçmiş günahları bağışlanır. Və keçmiş günahların bağışlanması da nə deməkdir? Deyiblər ki, bəzi amilər, yəni insan təmizlənər etdiyi bütün pis əməllərdən. O dərəcədə ki, əgər istəsə ölsün, ölsün. Ki, Allahın hüzuruna çıxanda heç bir günahla çıxmaz. Lakin bu ay qurtardı. Bu ay hansı ki o fürsətlər var idi onda, bir göz qırpımı kimi, bir an kimi keçib getdi. Və ağıl sahibləri bilirlər ki, o ay elə kölgə kimidir. Kölgə kimi bəzən genişləndi, sonra daraldı, sonra yavaş-yavaş yox oldu, çıxdı, getdi. O çadır hansı ki qurulmuşdu, insanlar üçün o çadır söküldü artıq, dirəkləri açıldı, buraxıldı və mükafat isə bu ayın nə idi? Allahın razılığı və cənnət. Və müvəffəq olan qul o oldu ki, bu aydan istifadə etdi. Hətta əvvəlindən istifadə etməsə də, sonunda naqis nə etmişdirsə onu dərk etdi, tamamladı. Sonundan Allah Teala ona pay verdi. Və belə də olmalıdır, əgər bir şeyin sonuna çatırsansa, çalışmaq lazımdır ki, ondan daha çox istifadə edəsən. Necə ki, yarış axtarı. Görürsən ki, yarışın sonuna çatanda daha sürətli qaçır ki, tez çatsın, qalib olsun. Ona görə kim axırında o yarışda özünə pay qazandısa qalib oldu. Və bəs edir ki, əməllər sonuncuya görədir. Və heyf o günahkarlara ki, bu ayda tövbə etmə imkanı ola-ola tövbə etmədilər. Bu ayda cənnəti tələb etmə imkanı olduğu halda ondan qaçdılar. Və bədbəxt o insandır ki, oddan qaçdı, lakin bu ayı yataraq keçirdi. Bu ayı qəflətdə keçirdi. Halbuki bu ay yarışanlar üçün bir meydan idi. Qəlblərin həqiqətliyini ortaya qoyan bir meydan idi. Kim oruç tutdusa, böyük bir zəfərə çatdı. Kim namaz qıldısa bu ayda, böyük bir zəfərə çatdı. Və bəs edir ki, insanla Allah Teala'nın əzəmətli mükafatı arasında, razılığı ilə cənnəti arasında sadəcə əcəl var. Gəldisə, artıq heç bir maniyə qalmır. O vədə çatmağa və ya o təhdidə çatmağa, o da, hansı ki o da insanla onun arasında əcəldir. Əcəl gəldisə ya cənnətdir, ya cəhənnəmdir. Lakin insan zəifdir, unudandır və daima şəhvətlərinin ardınca meyl edəndir, düşəndir və çox ümid edəndir. Sözsüz ki, əcəli gizli olsa da ondan, lakin ümid daima aldadır onu. Daima arzulayır nəsə. Və ümidlə də əcəli arasında şeytan da var. Hansı ki, bəzədir onun üçün, onun o ümidlərini. Deyir ki, sonra edərsən, tövbəni sonraya saxlayarsan, vəd verir ona. Necə ki, Rəbbimiz buyurur, يَعِدُهُمْ وَيُمَنِّهِمْ onlara vəd verir, arzular verir. وَمَا يَعِدُهُمْ şeytanu illəğurura. Şeytan onlara yalnız aldadıcı vədlər verir. Halbuki bağışlanma diləməyi, bağışlanma istəməyi bəs edirdi ki, Allah Teala onu bu ayda bağışlasın. Və İbn Abbas radiyallahu anh, Allah Teala'nın məğfirətini xatırlayır umumən və xüsusən də bu ayda deyir ki, Allah Teala çağırıb məğfirətinə insanları, çağırıb Üzeyr Allahın oğludur deyənləri, çağırıb Allah Teala kasıbdır iddia edənləri, çağırıb Allah Teala'nın əli aşağıdır deyənləri, çağırıb Allah Teala üstü deyənləri
onların hamısını bağışlanmağa deyib ki, əfələ yətubunə ilallahi və yəstəxfirun. Məgər onlar Allaha tövbə edib Allah Teala'dan bağışlanma diləməzlərmi? Vallahu qafurun rəhim. Allah Teala bağışlayandır, rəhimlidir. Lakin istifadə eləməli və kim ki daxil oldu bu aya, istifadə etdi, bilməlidir ki, bu ayın ibadəti ilə bitmir. Əksinə, yaxşılıqdan sonra yaxşılıq gəlməlidir ki, davamiyyətdə olsun. Yaxşılıqdan sonra yenə yaxşılıq davam etməlidir ki, biləsən ki, itayət mövsümə bağlı deyil. Bir mövsüm itayət etdin, sonra yenidən qəflətə qayıtdın, yenidən qəlbin daşdaşdı, yenidən asiliklərə qurşandın. Belə deyil. Əksinə, Ramazan əgər öyrətdisə sənə məscidin yolunu, Ramazandan sonra da o yolu tanımalısan, o yolda getməlisən, tərk eləməməlisən. Öyrətdisə sənə Rəbbinin kitabını oxumağı, Ramazandan sonra o kitabı rəflərə qaytarmamalısan. Rəflər üçün kitab olmamalıdır. Öyrətdisə sənə səxavəti, Ramazandan sonra da o səxavəti saxlamalısan. Və bəs edir ki, Ramazan öyrətdi sənə bir ay boyu gözünü çəkə bildin, dilini qoruya bildin, övrətini qoruya bildin, qarnını qoruya bildin. Bu nə deməkdir? Bu deməkdir ki, bəhanə qalmayıb sənin üçün. Rəbbin yanında deyəsən ki, mənə ağır gəlir ibadətlər o bir ayda. Bir ay Allahın razılığı üçün tərk edə bilmisənsə, deməli asandır. Və hər bir insan üçün asanlaşdırılacaq nə üçün xəlq olunub? Ona görə əməl et. Bil ki, Ramazan hansı ki ibadəti orada artırmışdın, etmişdin. O ayın Rəbbi, o bir ayların da Rəbbidir. Ona görə möhkəm tutun Rəbbinin dinindən, möhkəm tutun o ipdən, itayətdən, Allah Teala'dan qəbul dilə, istə ki, səni sabit etsin. Bil ki, əməl yəni heç də çox olmağına görə götürülmür. Meyyar o deyil ki, əməlin çox olsun. Az olsun, lakin qəbul olunan əməl olsun. Az olsun, lakin davamiyyətli olsun. Bəs edir ki, Allah Teala sevir əməllərdən, yəni bəndəsinin əməlindən az olub davamiyyətli olanı. Və istə Allah Teala'dan ki, Allah Teala sənə qəbul olanlardan yazsın. Heç olmasa, orucdan az da olsa nəsə tutmaqda davam et. Sünnə oruclarından istifadə elə. Gecə namazlarından heç olmasa 2 rükət qıl hər gecə. Ola bilsin ki, bir namaz, bir oruc səbəb olsun Allahın razılığını qazanmağa, xilas olarsan, nicat tapasan, qəlbin daima diri qalar, qəbul edər Allah Teala səndən. O görə də həmçində dilə Allah Teala'dan sabitlik, de ki, ey qəlbləri sabit edən qəlbimi dinində sabit et. Və Ramazan ayı, yenə dediyimiz kimi, artıq gedib, lakin onu ilə bitmir ibadət davam edir. Ona görə Şəvval orucu, hansı ki, əmr edib Allah Teala və Peyğəmbər s.ə.v rəğbətləndirib ümmətini. Nə üçündür? İnsanlar bilsinlər ki, itayət mövsümlə bitmir. Allah Teala bir mövsümdə itayət olunub, o biri mövsümdə tərk edilmir o ibadət. Ona görə deyib ki, kim Ramazanı tutarsa, sonra ondan sonra 6 gün Şəvval tutarsa, il boyu oruç tutmuş kimidir. Yəni, ibadət davam edir, dayanmır. O oruc hansı ki, Ramazanda var idi, o orucu il boyu da var. O oruc sünnə oruclarıdır. Hər ayın 3 gününün orucu var, hər həftənin 2 günü, 1-ci, 4-cü günlərin orucu var, Aşura orucu var, Ərəfə orucu var. Namazlar hansı ki var idi bu ayda, gecə namazları hər gün var. Hər gecədə insan qalxıb Rəbbinə təhəccüd edə bilər, gecə namazını qıla bilər. Hər gecənin 1/3 Allah Teala nazil olur, duaları qəbul etmək üçün bəndələrinin istəyənə əta edir, sığınacaq istəyənə sığınacaq verir, tövbə edənin tövbəsini qəbul edir. Və bəs edir ki, gecə əllərini açır ki, gündüz bağışlanma diləyənin bağışlanmasını qəbul etsin, duasını qəbul etsin. Gecə əllərini açır ki, gündüz əllərini açır, gecə bağışlanma diləyənin dualarını qəbul etsin. Davam et və bil ki, ömür özü böyük bir fürsətdir. Nəinki Ramazan, ömür insana verilən ən böyük fürsətdir.
və soruşulacaqsan ömürdən. Ümumən və təfsilatlı şəkildə bəzi hissələrindən, hansı ki, gəlib bəzi hədislərdə cavanlıqdan, sağlamlıqdan, varlıqdan, hamısından sonra o sual olunacaqsan. Allah Teala'dan deyirəm ki, Allah Teala bizi Ramazan ayında ibadət edən, onun orucunu tutub, ibadətlərini Allah Teala'nın istədiyi kimi, razı qaldığı kimi yerinə yetirən bəndələrindən bizi də onlardan etsin. Bizi Ramazanı imanla, savabını Allahdan umaraq keçirən qullarından yazsın. Keçmiş günahları bağışlanan qullardan etsin. Və bu Ramazanı bizim üçün axır əhd eləməsin. Onu ilə, kitabı ilə bizi ondan azad etdiyi qullarından etsin. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəyiril müslimin kulli dəm fəstəğfiru innəhu vəl-ğafurrahim.